Düzdür. Özü üçün analiz edib öyrənin. Bunun zərəri yox. Amma rahat yollarda öyrənməyə, yəni mütləq baxın. Demək, bizdə baxıram ki, yenə deyək, proqramın icrası zamanı n dəyişənin hansı qiymətində proqram 222 dəyərini çap edər. N-in qiymətini mən bilmirəm. S-in qiyməti nəticədə 97, ilkin dəyəri daha doğrusu 97-dir və S-lə də N-in dəyəri 222 çap olunur. Bunları özüm üçün qeyd edirəm. Sonra baxıram ki, hər dəfə dövrün gövdəsində eni 2 vahid artırır, S-i də 3 vahid artırır. Yenidən deyir ki, yəni eni 2 vahid azaldır, üzr istəyirəm. S-i 3 vahid artırır, eni 2 vahid azalda gedir, S-i də 3 vahid artıra gedir və nə qədər ki, n də S-dən bu zaman böyük olacaq, dövrü davam edir. Nəhayət, belə deyək, şərt ödəməyəndə dövrdən çıxacaq, S-lə n-in qiymətini nə edəcək? Çap edəcək. Mən də fikirləşirəm ki, yaxşı. Mən dövr sayını onsuz da buradan tapa bilmərəm. Mümkün deyil. İçində heç nə yoxdur. Mən burada dövr sayını tapmaq üçün. S-lə N-in cəmi var. Təkcə N yoxdur. Aydındır mı? İkisinin cəmi var. Demək, mən fikirləşirəm ki, necə yaza bilərəm? N-dən neçə dəfə 2 çıxır? Yəni, bilmirəm də K dəfə. N-in ən sonuncu dəyəri nə olacaq? N-dən neçə dəfə 2 çıxır? K dəfə. Bu N-in ən sonuncu dəyəridir. S üçün ən sonuncu dəyər nədir? 97-nin də üzərinə neçə dəfə 3 gəlir, bilmirəm. 3 dəfə K yazır. Yəni, K dəfə 3 də belə deyək. K dəfə 3. Yəni, nəhayət N-dən neçə dəfəsə 2 çıxacaq, nəhayət 97-nin üzərinə neçə dəfəsə 3 gələcək və mən dövr şərtinə yox deyəcəm. Demək, N minus 2K burada aldım. Nə deməliyim dövr şərtinin? Kiçik bərabərdir. 97 üstə gəlsin 3K. Belə deməliyəm də, normalda belə yazırıq da, indi burada dəyişən var deyə bizə fərqli gəlməsin. Bu, yəni neçə dəfə K çıxdığını bilmirəm. 2K yazdım. Neçə dəfə üzərinə 3 gəlirəm bilmirəm. 97-nin üzərinə K dəfə 3 gəlirəm və nəhayət bu nəticə, bu ikisinə N-in qiymətini tapdım, S-in qiymətini tapdım və dövrdən çıxma şərti böyüksə demək dövrdən çıxma şərtinə qalır kiçiklə bərabər. Yazdım, kiçik bərabərdir. İndi buradan necə gedə bilərəm başqa? Demək, bunu yazdıq, düzdürmü? Sonra indi bu ikisinin N-in qiyməti ilə nəticədə S-in qiymətini cəmləyib 222 alıbdır. N minus 2K, düzdürmü? Üstə gəlsin 97, üstə gəlsin 3K, bərabərdir 222 alıbdır, düzdürmü? İndi bunu buradan qeyd etdikdən sonra baxaq görək necə gedə bilərik. Bunu qeyd elədik. Düzdür. İndi buradan yazaq. N üstə gəlsin 97, daha doğrusu N, necə dəqiqə. N-i tapaq buradan. Mənfi 2K ilə 3K-nı toplayanda oldu K. N üstə gəlsin K. 97-ni də bu tərəfə keçəndə 222-dən müəllimlər 97-nin çıxanda nə qədər edir? 125. Bu da oldu 125. İndi 125 tapandan sonra elə etməliyəm ki, bax görürsünüz, N var burada. Deyə bilərsiniz ki, mən də yaxşı olar ki, bu N-i bir dənə K ilə əvəzləyən bir bərabərlik yazsaq, hamısı K olar. Buradan N-i tapıram, bax burada. N üstə gəlsin, sadəcə gətirdim, yerinə qoydum da, N-in qiyməti budur, S-in də qiyməti budur. Cəmi nəyə bərabər idi? 222. N plus K bərabərdir 125, N-i buradan tapıram. N də bərabərdir 125 çıxılsın K. Düzdürmü? İndi gətirib yerinə yazacağım. Baxın, görün ifadə nə qədər sadələşdi. Adi riyaziyyatda bərabər seçsəkdir. İndi N-in yerinə, bax bu N-in yerinə 125, bax bu N-in yerinə gətirib 125 çıxılsın K tapa bilərəm. Çünki qiymət nəyə bərabərdir? 125 çıxılsın K. İndi buradan yazıram. 125 çıxılsın K, çıxılsın 2K. Düzdürmü? 125 çıxılsın K. Bu da ifadənin özündəki 2K. Kiçik bərabərdir 97, üstə gəlsin 3K-ya. Bu mənfilər var. Mənfi 3K. Burada bu tərəfə keçəndə mənfi 6K. İndi burada bir şeyə diqqət edirsiniz. 97-dən də çıxanda 125 nə qədər edir? Mənfi 28. Nəyə diqqət edirsiniz? Bərabərsizliyin hər iki tərəfində mənfi varsa, bunları bir-birinə böləndə işarə əksinə dəyişir. Yəni, kiçikdirsə böyük bərabər olacaq. İşarə dəyişəcək. K böyük bərabərdir. 28-i də böləndə 6-ya mənfiləri atıram hər iki tərəfdən. Neçə dəfə düşür təxminən? 4K nə qədərsə düşür də, düzdürmü? 4-dan nə qədərsə. Demək, K-nın dəyəri nədən başlayacaq? K böyük bərabərdir. 4-dan deyək ki, məsəl üçün onda 8 və K bərabərdir 5-dən başlayacaq.
Demək K-nın qiyməti 5-dir. Və mənə deyir ki, n dəyişənin hansı qiymətini gətirib yerinə yazır. N bərabərdir 125 çıxılsın 5K-ya 5 tapdım. N də bərabərdir 120. O da oldu alayım. Aydındır. Sadəcə bərabərsizlik ifadələri tapırsın. Çətin deyil mənimlə. Adi riyaziyyatda ifadənin qiymətini tapıb gətirib yerinə yazırsınız. Biz bunu məsəl üçün 5-ci, 6-cı sinifdə keçirik də. N çıxılsın 2K, kiçik bərabər. Burada nəyi tapdım? Yəni, bir balaca məntiqlə yanaşaq. Məsəl üçün, mən neçə dəfə K çıxıram? Yəni, N-dən neçə dəfə 2 çıxıram? Bilmirəm, axım, yazıram 2K. S-in üzərinə neçə dəfə K gəlirəm? Bilmirəm, 3K. Nəticədə N bərabərdir, N-2K, N-i alıram. Məsəl üçün, tutaq ki, 3 dəfə çıxsaydım, necə yazardım? N bərabərdir, N-lə 3 dəfə 2 çıxacaqdım. K məsəl üçün məlumdursa, yazacaqdım N bərabərdir, N çıxsın 6. İndi məlum deyil də, yerinə nə yazmalıyım? K yazmalıyım da. İndi bunu yazandan sonra N-i tapdım, S-i tapdım. Sonra özü deyir də, deyir S-lə N-in cəmi 222-dir. S üstə gəlsin, N bərabərdir 222. Gətirib sadəcə qiymətləri gətirib yenidən yerinə qoyursunuz. Heç bir çətinlik yoxdur. N-in qiymətini gətirib burada yerinə yazdım. S-in də qiymətini gətirib burada yerinə yazdım. Yazdım da, bu nədir? N-in qiyməti, bu da S-in qiyməti. Deyir, nəyə bərabərdir? 222. Nəticədə, yəni sonuncu dəyərləri toplayanda deyir, 222-yə bərabər topladım. Buradan ifadəni sadəcə sadələşdiririk. N üzərinə K bərabər, yəni bu artıq ifadəni sadələşdirmək kimi sadə hissələri müəllimlər artıq bilməlisiniz. Yəni bu mütləq bilinməlidir. İfadəni sadələşdirmək. Nədir? Mənfi 2K-nın üzərinə 3K gəlirsiniz, nə bilim, bu şəkildə. N üstünə gəlirsiniz, K bərabər 125. Baxıram ki, hə, burada bir dənə N-i K ilə ifadə edəcək bir ifadə tapsam, yəni burada N bir də dəyişən olar da, burada N də var, K da var. Ona görə buradan nəsə tapa bilmirəm. Ona görə N üstə gəlsin K bərabər 125, N-i də buradan tapdım. Gətirim sonra qiyməti yenə yerinə yazdım. 125 çıxılsın K, çıxılsın 2K, K-nı buradan tapdım, K-nın dəyəri 5-dir. K-nın dəyəri 5 olandan sonra N-in qiymətinə bərabərdir, 125 çıxılsın K, N də bərabərdir, K-nı da 5 tapmışım, 125 çıxılsın 5. Sadəcə burada nə edir? İfadələrin qiymətini yerinə qoyub həll edir. İfadələrin qiymətinin bazısı ifadələrini sadələşdirmək. Başqa heç nə yoxdur burada yəni.